xeyirli olsun dostlar. Bugün sizlər üçün restoran üsulunda biz həmişə gül kələm turşusunu nə cür hazırlamışıqsa, bu günlərdə eyni üsulla sizlərə təqdim edəcəm. Baxın, bu formada səliqəli, acı biberli, limonlu, yer kökülü gül kələm turşusu hazırlayacaq. Gül kələmi bir millət olaraq sevmirik, bilirik. Ya tərəvəz olaraq yerik, ya da uşaq yeməklərinə veririk əsasən. Amma eyni dadı özümüzü öyrəşdirmək üçün ilk növbədə məncə turşudan başlamaq daha məsləhətli olar. Sonra digər reseptlərimizlə də sizlərə təqdim edəcəyik. Keçək reseptimizə. İlk öncə dostlar, su qoymuşuq qaynamağa arxa tərəfdəki, suyumuz qaynar olsun. Bir ədəd gül kələmi qəşəng yumuşuq, doğrayandan da sonra yumaq arzu istəyinizə bağlıdır. Limon lazım olacaq. Acı biberdən mən istifadə edəcəm, istəməyən etməyə bilər. Yer kökü lazımdır, qara dənəvər istiyordur, sarımsaq lazım olacaq, qaya duzu və yaxud da manqal duzu lazım. Limon duzu lazım olacaq və 4%li üzüm sirkəsi lazım olacaq. Birinci növbədə bir bıçaq götürürük, gül kələmlərini başlayırıq doğramağa. Kötüyü tərəfdən baxın, kəsəndən sonra hər tərəfi belə qəşəng formada aralanacaq. İstədiyiniz kimi olacaq. Bundan sonra istərsiniz böyük kəsərsiniz, istərsiniz kiçik, sizin istəyinizə bağlıdır. Baxın. Yerdə qalan bu kötüylərin çalışın ki, kəsin. Amma kəsməsəz olar. Əsas odur ki, ölçüsü bu boyda olsun. Ki, səliqəli görünsün. Doğradığım gül kələmləri bir qaba alıram. Yer kökünü də doğrayırıq. Mən bu formada bıçaqla doğrayıram ki, səliqəli görünsün. Mən acı sevənəm deyə biberi bu formada doğrayıram. İstəsəniz içinə bütöv də qoya bilərsiniz. Bir yanda lənkoran limonu yumru bölək. Tuşməzəlik o qədər yaraşır ki, gül kələmə ləzzət eləyir yeyəndə. Çox sağ ol deyəsiz mən. Birinci növbədə bankana qara dənəvər istiot əlavə edirəm. Sonra hərəsinə 2-3 diş sarımsaq. Dostlar, noxud da ata bilərsiniz. Noxud atanda da tez qıcqırır, tez gəlməsi üçündür. Amma mən istifadə eləmirəm. Sarımsaq xüsusi yaraşır. Gül kələmləri əlavə edirik bankaya. Çalışın sıx əlavə edir. Mənim düzdə əlim girmir, amma çalışdığım qədər. Bunların yanına hərəsinə 1-2 dilim limon, acı biber, sonra yer kökü belə bu formada əlavə edirik, dadları çıxsın. Qəşəng doldurandan sonra hərəsinə 1 çay qaşığı qədərində limon duzu əlavə edirəm. Limon duzu həm rənginə görə, həm də şuxluğuna görə və dadına görə lazımdır. Və hərəsinə 1 yemək qaşığı qədərində bu formada duz. Dostlar, bir qəhvə stəkan qədərində də sirkə əlavə edirik. Üzüm sirkəsini əlavə edirəm. Hatta turşu Hə, turşu qoyuram da sənin üçün. Böyüyəndə sən də atayacaq tutarsan turşu, yaxşı. Bax, indi mən sənin üçün turşu tuturam burada. Ki, sənə yemək verəndə sən turşu ilə yiyəsən, gül kələm turşusuna, yaxşı qızım? Yox, mən sən üçün pizza eləyəcəm. Pizza eləyəcəksən, pendirin bol eləyərsən, yaxşı. Ay, siz sirkəni tökdüyümünü nə tökməliyəm? Qaynar su.
suyu tam. Ay sağ ol. O deyirəm də mən bunu səndən öyrənmişəm. İndi üstünə qaynar suya əlavə edək. Bir də ki, əziz izləyicilər, elə adam var ki, götürür bunu bankana qoyur, qaynadır, eləyir. Yəni bunlara heç ehtiyac yoxdur. Üzərinə elə qaynar suyu tökün, çünki gül kələmi çox tez bişən bir bitkidir. Biz də istəmirik ki, çox tez bişsin, xəşil olsun. Ona görə də üzərinə qaynar suyu tökün, bəs edər. Bir də ki, buna dəfnə yarpağı çox gözəl yaraşır, istəyən onu da əlavə edə bilər. Bu arada bankalarda öncədən sterilizə etmişəm. Yarpaqları da atıram, qaynatdığım suyun içinə dörtlənsin. Ki, qəşəng sterilizə olsun. O vaxta kimi də dostlar, bunu çırpın ki, içində olan bax havası çıxsın. Qapaqların üstünə qoyuram. Qapaqlarını qəşəng bağlayandan sonra bu formada qəşəng çalxaladıq, çeviririk ağız üstə. Bəsəm dostlar, bunu hardasa 20-25 gün sonra açıb nuş eləyə bilərsiniz. Hazırlayan herkese nuş olsun. Videomuzu da çalışın bəyənməyi unutmayın və paylaşmağı unutmayın. İnşallah növbəti videolarımızda görüşənə qədər. Digər turşu reseptlərini də sağ tərəfdə və sol tərəfdə görə bilərsiniz. Sağ olun.